Alo, salam bacı. Sənin falçı tanışın var ya, onun adresini mənə verə bilərsən? Aha. Bacı, o hər şeyi dəqiq bilir də, düzdür? Oldu bacı, oldu, sağ ol. Mən getmirəm falçıya, inanmıram eləncə şeyə. Öz başınasan, getməyəsən. Dur, getdik, dur. Cəhənnəm ol, boşanacam səndən. Yaxşı ki, hər şey öyrəndim. Bu zalımın qızı hardan bilir bunları? Hoş gelmişsiniz. Buyurun, ne derdiniz var? Ay bacı, deməli bizim kişi 3000 manata yaxın maaş alır. Amma pul hardan gəlir, hara gedir bilmirik. Mən falçıya zada inanmıram. Buna da pul zad verən deyiləm. Pulun hardan gəlib, hara getdiyini mən bilmirəm. Bu hardan bilsin? Mən hər şeydən xəbərdaram. Mən bir katibə görürəm. O mənim görməyimə mane olur. Bacım, amma bu pulu katibən görməzdən gəlir. Mən sizə dualı su vuracağam və sizdə hər şey yaxşı olacaq. Başqa nə dərdiniz var? Buyurun. Ay kişi, gəlmişkən o yazıq qızın da bəxtinə bir dua yazdıraq. Maaşın qalxması üçün qurban olmadığı adam qalmayıb da. Lap yazdığım gəldi. Hansı qızdır o elə? Dayan, şəkli var, göstərim. Qurban olum mən, qurban olum. Olum, qurban olum. Müşrik müəllimə qurban olum. Bu bir qurban boynu alıb, lakin yerinə yetirməyib. Nə qurbandı o elə, de biz kəsərik onu. Bir dəqiqə. Sən o arzunu həyata keçirmək mən afaka Bu qızın qurbanın qəbul olunması Afaq xanımdan asılıdır. Onunla dilləşməsə çörəyə çatacaq. Bir də bu cadu elədiyim meyvələri apararsız ki yesinlər. Bəlkə onda mehriban olarlar.